Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimya test toplusundan alkenlər testinin ardını izah eləyəcəm. 198-ci sualda qalmışdıq. Keçək suallarımızın izahına. Deməli 198-də deyir bu reaksiyalardan alınan üzü maddədə birinci karbon atomunun dərəcəsi -1 olanları seçin. Deməli əvvəl tənliklərimi reaksiyalarımızı aparmalıyam. Deməli alken su ilə reaksiya girəndə Markovnikov qaydasından gedir. Pirabitə qırılır. Hidrogen çox olan tərəfə, OH isə az tərəfə gedir. Burada hidrogenlər bərabər deyə tətbiq eləmədim. Hidrogeni bir tərəfə, OH-ı da bir tərəfə attım elə. Uşaqlar, indi bizə nə deyir? İndi bizə deyir ki, birinci karbonun dərəcəsi. Əvvəla sizə bundan xəbər verim. Fikriniz diqqətlə bax, məndə olsun ki, üzü maddələrdə karbonun dərəcəsini tapmaqda çətinlik çəkirsiniz. Bunu bir kəlmə ilə deyəcəm, yaddaşınızda saxlayın. Əgər üzü maddədə karbonun dərəcəsini hesablamaq istəyirsənsə, hansı karbonun dərəcəsini hesablamaq istəyirsənsə, o karbona birləşən karbondan başqa digər nə birləşibsə, onların dərəcələrinin həmin karbon dərəcəsinə adiyyatı var. Yəni, burada birinci karbon bu karbondur da, çünki funksional qrupun birləşdiyi karbondur. İndi burada bu karbon dərəcəsini tapanda buna birləşən bu karbonun, bax bu karbona adiyyatı yoxdur. Yəni, onun dərəcəsindən buna heç nə gəlmir. İndi biz bu birinci karbon dərəcəsini hesablayanda, yəni buradakı hidrogen və buna birləşən OH nəzərə alınacaq. Olur -3, -2, deməli bura elədi -1. Birinci karbon dərəcəsi -1. Cavab 1 düzdür. Keçirəm indi nəyə? İkinci sualda. İkinci sualda elə birbaşa alınanı yazıram da, bir də bax getməsin. Pi rabitə qırılır, hərəsi bir hidrogen artır da, düzdürmü? 3, burada 2. Birinci karbon sağdan da soldan da nömrələsən eyni şeydir. İndi birinci karbonun dərəcəsini hesablayıram. Gördün? Yəni bu karbonun dərəcəsi bu yanındakı hidrogenlə bağlıdır. Bu karbonların ona adiyyatı yoxdur. Bu -3 oldu, ödəmədi. İkinci reaksiyada Markovnikovla aparıram. Hidrogeni çox olan tərəfə, halogeni hidrogen az olan tərəf. İndi sağdan da soldan da nömrələsən, hər iki tərəfdə eyni halogen eyni nömrəyə düşür. İndi hər iki tərəfdə də onsa nömrə 1 karbon budur. -3, bu da ödəmədi. 2, 3 hələ ki ödəmir. Dördüncüdə bilirsiniz ki, alkenlər kalium permanganat məhlulunu rəngsizləşdirir, eləcə də bromlu suyu. Kalium permanganatı rəngsizləşdirərkən pirabitə qırılır və hərəsinə bir dənə OH birləşdirərək 2 atomlu spirtlər yaradır. İndi burada birinci karbon budur da, OH-ın yaxın olan tərəfdən nömrələdik. Birinci karbonu göstərdiyimə görə indi başlayırıq. -1, -1, -2, indi bu karbon -1. Deməli 1 düzdür, 4 düzdür. 5-ciyə baxıram. CH3, CH, brom, elə. CH2 brom. Aha. Hidrogeni bir tərəfə, bromu bir tərəfə birləşdirdim. Çünki hidrogenlər eyni deyə Markovnikov tətbiq olunmadı. Birinci karbon bu karbondur. Çünki halogen yaxın olan tərəfdən nömrələyirik. Bu brom da -1'dir. Buna da düşür -1. Çünki cəm 0 olmalıdır. Cəm 0 olmalıdır. Məsələn, ikinci karbon dərəcəsi məsələn -3'dür. Görsən. Cavab ona görə 1, 4, 5'dir. Yaxşı. Sual digər sualda nədir? Alkendir, yazıram CN, H2N. Hibrid orbitalları. Bilirsiniz ki, istənilən alkende 2 dənə karbon sp2'dir. Çünki alkende bir dənə 2 qat var. 2 qatın birləşdiyi karbonlar sp2'dir. 1 sp2'də 3 hibrid var. 2 3 vuranda 6. B bərabərdir 6. 2 dənəsi sp2'dirsə, en çıx 2 dənəsi də nədir? sp3'dür. 1 sp3'ün yaranmasında 4 hibrid. Bu eləyir 4'in çıx 8. Bu da eləyir A. Deməli A da bərabərdir 4'in çıx 8'ə. Deməli A-nı B-yə bölürəm. 4'in çıx 8'i bölürəm 6'ya. Bərabərdir verib 3'də 4. 24 bərabərdir 12'in çıx 24. 48 bərabərdir 12'nə. N eləyir 4'ə. Bizdən sualda nə istəyir? N-i 4 alıbsan. Deməli bu C4H8 alkenidir. Amma deyir elə az ki, cis trans izomeri olmasın. 1 ilə 3'ü qətiyyən çıx cavablardan. Niyə? Çünki bizim maddəmizdə 4 karbon var. 1 ilə 3'ü yenə deyirəm, qətiyyən cavablardan çıx, eləcə də 4'ü. 1, 3, 4'ə yaxın getmə. Çünki onlarda 5 karbon var. Bizim maddəmiz C4H8 olmalıdır. İndi 2, 5, 6 bunlardır indi. 2, 5, 6'ya baxacağıq. 2, 5, 6. Buten 1 deyir. Bunu buten 1 şəklində açsam, belədir. 2 metil propen şəklində açsam, belədir. Elə. 2 metil propen. Yox, H'1 çox getdi oraya. H2, aha. Buten 2 də açsam, belədir. İndi hasılardır ki, cis trans izomeri yoxdur. Əlbəttə ki, bunlarda. Niyə? Çünki burada 2 qat ucda olduğu üçün cis trans yoxdur. Burada da 2 qatın birləşdiyi. Yox, elə burada da 2 qat ucdadır. Elə bax, 2 qat ucdadır. Cavab 2 ilə 5.
6-cı maddə buten 2-də sistrans var. Ona görə sistrans zamiri olmayan deyirsə 2-lə 5. 200-ə keçirəm. 200-də deməli bizim alkenimizdir. Alkenimizdir. Özünə brom birləşdirəcək 1 mol. Çünki 1 pisi var. Pi qırılır və bromlar birləşir. 3,5 qram. Qramın altında kütlə 14 yen. Bu 8 qram. 1 brom 80'dir. 2 dənəsi 160. Bundan bu gedəndə 20 qalır. 70 bərabərdir 14 yenə. N də bərabərdir 5'ə. Deməli alkenim C5H10'dur. Mənə deyir bu alkeni elə bir vəziyyətdə az ki, bir dənə üçlü karbon olsun. Bir dənə üçlü karbon deyəndə onu düzəldirəm belə. Bax bu karbon üçlü karbondur. Yerdə neçə karbon qalıb? Bir dənəsi. Bir dənəsini bura birləşdirəmirəm, çünki o karbon dörtlü olur. Onda hara istəyirsən başqa birləşdirə bilərsən, hər tərəf eynidir. İndi 2 qatı qoyaq. 2 qatı bura və ya bura və ya bura qoyanmaram. Çünki bu karbon 5 valentdir. Hə, yox, qoysam elə bizə dəqiqə. Hə də, yəni olar da. Bir üçlü karbon atomu olarsa. Bir üçlü karbon atomu olarsa yaza bilərəm də. Məsələn, lap buraya qoydum 2 qatı, hə. Və yaxud da ora qoymursan, bura qoy. Hər yerə yaza bilərsiniz. Hər yerə yaza bilərsiniz. Tutaq ki, buraya yazdım. Aha. 2, H, H3, H3, aha. Və H. Markovnikov qaydası üzrə reaksiya gedir. Bəli, gedəcək. Hə, birdən dərs müəllimə 2 qatı, bax 2 qatı qoydum, görsən, hidrogenlər fərqli deyə Markovnikov qaydasından gedəcək. Və yaxud da istəyirsiniz oradan götürüm. Lap, nə bilim, buraya qoyum tutaq ki, problem deyil. Yenə Markovnikovla gedəcək də. Niyə? Çünki 2 qatın birləşdiyi karbonlarda hidrogenlər fərqlidir. Ona görə, yəni Markovnikovla gedəcək, onu demək istəyirəm. Bu da deyir, beynəlxalq nomenklaturaya əsasən A-dır. Başa düşmədim. Lap 2 qatı bura qoydum. İndi mən bunu adlandırıram. Mən bunu adlandıranda məsələn ən uzun zənciri seçdim. 2 qat yaxın olan tərəfdən nömrələdim. Bu 3,3 dimetil buten bir nədir? 3,3 dimetil. 3-də bir dənə metil var. Dimetil nədir? 1 düzdür, 2 səhvdir. Hidrogenləşəndə 2 metil butan alınır. Məsələn, mən bunun üstünə hidrogen gələndə bu CH3 CH3 CH2, CH3 belə olur da. Hidrogen bura birləşir. Pi qırılır. Yəni bu karbondan bu karbona birləşir. Adlandırsaq 1, 2, 3, 4. 2 metil butan. Düz yerdə 3 düzdür. Sonra hidratlaşanda bunu hidratlaşdıraq. Bunu hidratlaşdıranda nə alınır görək. Yox. Bax, hidratlaşdır demir. 1 düzdür, 2 səhvdir, 3 düzdür. Deyir molekulunda 18 hibrit var. Gəlin belə danışaq da. Məsələn, belə açmamışdım. Baxın. Bax, gəlin belə deyək. Burada neçə karbon var? 5 dənə. Bax, bunlar sp2'dir. Yəni 2 dənə sp2 var. 2 sp2'də 6 hibrit var. Yerdə 3 dənəsi qalır. 3 dənəsi də sp3'dür. Tək qatlıdırlar da. O da eləyir. 1 sp3'də 4-dürsə, bu eləyir 12. Cəmi eləyir 18. Deməli 4 də düzdür. Cavab 1, 3, 4, 5 də. Su gəl deyir bunun üstə. Gələk də Markovnikov qaydasından. Doymuş bir atomlu birli spirt. İstəyirsən bu 2 qatı buraya yaz apar. İstəyirsən 2 qatı burada işlə. İstəyirsən burada, istəyirsən burada. Fərq eləmir. Onsa sən burada birli spirt ala bilməzsən. Bax, o H-ın birləşdiyi karbon 2 dənə karbona birləşir. Ona görə bu ikili spirtdir. Ona görə səhvdir. Bu deyir bir atomlu birli spirt alınır. 201'də alken yazıram CNH-gen. Neutron düsturu. Hidrogen neytronu yoxdur. Çünki 1, 1 H-dır. Birdən biri çıxanda 0 eləyir. 6, 12 karbon. 12-dən 6'ya çıxanda 6. Yenə vuranda 6 n bərabərdir 18. N eləyir 3'ə. Deməli bu CH6-dır. Emeri də 12, 3'ə vuranda 36. 6 gələndə 42'də emeri. Aydındır. O birisini özünüz yazın da. Burada da protonu deyir. 203'ü də özünüz yazın. Qoyun 204'ü də mən başa salım. Alken CNH-gen. Proton düsturu. 6 dənə karbonda da 6N. Hidrogende də 1 proton var. 2N vuranda 2N. O da eləyir 8N. 32'ye bərabər eləsəm N eləyir 4. Bu eləyir C4H8. İndi bu deyir ki CH arası sigma rabitə. CH sigma o deməkdir ki karbona birləşən hidrogen sayı. 8 dənədir o da. Aydın oldu mu? 205. 205'də. 205'də nə deyir?
Deyir alkendir maddə. Yazıram CnH2. Hidrogenləşəndə nə alınır hidrogenləşəndə? CnH2-nin üstəgəl 2 alınır elə. Bunun deyir emeri 14-in üstəgəl 2-yi 2x verir. Bir də deyir hidratlaşdır. CnH2-nin üstə su gəl. Bunu alınır. CnH2-nin üstəgəl 1OH. Bu da ki 14-in üstəgəl 18-i də bərabər elə 3x çıx 6-ya. Problemdir. İndi bunun hər tərəfini 2-yə böl. 7-in üstəgəl 1 bərabərdir x-ə. İndi bu x-i gətir burada yerinə qoy. 14-in üstəgəl 18 bərabərdir. 3 vur 7-in üstəgəl 1 çıx 6. Burada 3 qalır da. 21 bərabərdir. 7-nə n eləyir 3-ə. Bu da CH6-dır. Neçə dənə karbon atom var? Əlbəttə ki 3 dənə. Aydındır mı? 206-da. 206-da etanla etiləndən ibarət qarışıq deyir yazıram. Etan CH6-dır. Etilen CH4'dür. İkisi bir yerdə 44 qramdır. Bu hidrogenlə girmir çünki doymuşdu. Və bizə deyir 11-12 litr hidrogen sərf olunur. Olar mı tapım görün bu zaman neçə qram etilen xərcləmişəm? Bu da 22.4. Bunlar gedəndə 2-də 1 qalır. X eləyir 14. 14 qram CH4-dürsə bundan gəl bunu çıx. 30 qram da CH6-dır. Bunlardan neçə mol atom var? Mola çevirəcəm. 1 CH4 28-dir. 14-ü 28-ə böləndə 0.5 mol eləyir. CH4. 1 mol CH6, 1 mol CH6 30-dur. 30'u 30'a böləndə 1 mol. 1 mol CH6'dır. Aha. İlkin qarışıqda neçə mol atom var? Burada neçə atom var? 2 üstə 4 gəndə 6, 6'yı 0.5'ə vuranda 3 üstə gəl. 1 mol CH6-dan isə 9 dənə. O da eləyir 12 dənə. Yox, bizə dəqiqə üzr istəyirəm. Bax, burada 6'yı 0.5'ə vurdum 3 elədi. Və buradan isə 8 dənə də üzr istəyirəm. Bu da eləyir 11. 207-yi sərbəst yazarsınız. Yaxşı mı? 208'ə baxaq görək. 208-də nə deyir? Molekulunda sp3 hibrit halında olan karbon atomlarının sayı. Elə bil ki, alken CnH2-nin burada deyir sp3 hibrit halında olan. Siz bilirsiniz ki 2 dənə sp2 var. Onda en çox 2 dənə də karbon sp3-dür. Elə sp3-dür. Molekulunda sigma rabitələrin. Alken alifatikdir. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından 1 əksikdir. Ümumi atom 3n'dir. 1 əksik 3n çıx 1. Deməli bunu x bərabər deyir. Buna da y. İndi deyir bunların cəmi. Yəni n çıx 2 üstə gəl 3n çıx 1 bərabərdir 13. 4n bərabərdir 16. N bərabərdir 4'ə. 4 bunu istəyir də. Sonra 209'da. 209'da nə deyir? 209'da deyir ki bizə dəqiqə. Deyir alkendir. Elə. Maddə miqdarı 2 moldu və kütləsi ad. Bax alken CnH2-dir. Bunun 2 molu. 1 molu 14'dendirsə 2 molu 28'dendir. 28'in ad. Bu qalsın burada. İndi alkenin 2 mol alken yananda sərf olunan oksigen kütləsini verir. Əvvəla alken yananda 3n böl 2 qədər oksigen sərf olunur. CO2 su alınır, o heç. Onlar bizə lazım deyil, mən buranla işləyəcəm. İndi baxın 2 mol alkenin kütləsini A vermişdi. Mən bunu tapdım ki 2 mol alkenin 28n'dir. O da A'ya bərabər elədim. İndi bu bir kütlədən danışır, oksigen kütləsi. İndi nə tapıram? İndi tapıram ki İndi tapıram ki 2 mol alken yananda yazıb ki A üstə gəl 136 qram oksigen sərf olunur. Bəs 1 mol alken yananda 3n böl 2 vur 32 qram. Kütləsini yazdım da, əmsalını vurdum emirə. İndi bunun çarpaz neçə eləyir bu? Bununla bu gedir 16 eləyir. 16'yı 3n'ə vuranda 48n. Elə bil buraya vururam da bunu təmiz. Bu eləyir 96 n bərabərdir. A üstə gəl 136'ya. Bu anı gətirində burada yerinə qoy. Bu neçə eləyir? 58 elə. Yox, bir dəqiqə. 68.
N də bərabərdir 2-yə. Məndən nə istəyir? Hibrid alkende hibridin sayı. Alkeni tapdım C2H4'dür. Onsuz da burada 2 karbon var. İkisi də hansı vəziyyətdədir? sp2. Bu da sp2, bu da sp2. Hər sp2-də 3 hibrid var. İkisində eləyir 6. Aydın mı? 209'da cavab 6. Sonra gəlir nə? 210'da. 10 izah eləyirəm, 11'i siz yazacaqsınız. 10'da. Sıxlığın düsturu rho bərabərdir. Normal şəraitdə sıxlığın düsturu budur, bilirsiniz. 22/4 bu nədir? Hə, sıxlığı verib 2/5. Böyüyən böl 22/4. Bu emer eləyir 56. Bizim alkenimiz CNH-kendir. 14 enim 56'dırsa, enim buradan 4 eləyir. Deməli alkenim C4H8. İndi bu alkenin C4H8'in 0,1 molu tam yananda alınan qaz. İndi bu yananda hansı qaz alınır? CO2 alınır da. Onda sxem qura bilərəm də. CO2 yazdım, əmsallaşdırdım. Deməli 0,1 mol alken yananda gəlin görək neçə mol CO2 alınır. 1 mol yananda 4-dürsə 0,1 yananda 0,4 eləyir. İndi bu CO2 deyir. Bu CO2'yi sönmüş əhəng məhlulundan keçir. Sönmüş əhəng kalsium OH2'dir. Burada alınır nə? Kalsium karbonat üstə gəl su. İndi 0,4 mol CO2 molun altı əmsal. Neçə mol çöküntü alınır? X eləyir 0,4. Cavab 0,4 mol çöküntü alındı. Digərini sərbəst yazırsınız. Yəni 11'i. 12'yi izah edirəm. Yenə normal şəraitdə sıxlıqdan danışır. Düsturunu yazdım. 2/5 veribsə bunun emerini tapıram buradan. Neçə eləyir emeri? 56. Alken 14 n demeri 56'dırsa n eləyir buradan 4. Deməli bizim alkenimiz C4H8'dir. İndi bu alkenin 224 qramı neçə litr hidrogen xlorid birləşdirir? Alkenlərdə pirabitə var və H-xlorla hidrogen halogenitlərlə su ilə birləşir və Markovnikov qaydasından gedir. Pirabitə qırılır, hidrogen hidrogenin çox olan tərəfə, halogen ya da OH hidrogenin az tərəfə birləşir. İndi buradan tənliyi yazdım, əmsalada ehtiyacı yoxdur, çünki elə birləşmə reaksiyasıdır. Pini qırdıq, birləşdirdik. Bunu verib 224 qram, qramın altda kütləsi, bunun kütləsini ilə tapmışdıq 56. Neçə litr hidrogen xlorid, litrin də altına əmsal verir 23/4. Bu da eləyir nə qədər? Litrini istəyir də bizdən. Onda 4'ə vuracağıq. O da eləyəcək 89/6 litr. Aydınmı? 13 özünüz yazarsınız eynisi də. Keçək 14'ə. 14'də nə deyir? 14'də deyir ki, bərabər mollarda etilen, etan. Bax, etilen C2H4'dür. Etan C2H6'dır. Asetilen C2H2'dir. Mənə deyir bərabər mol. X yazıram. Bunların üçü bir yerdə 42'dir deyir. Gəlin görək. Bu 28x eləyir. Bu birisi 30x eləyir. O birisi də 26x eləyir. Elə bərabərdir bunlar nəyə? 42'yə. 84x bərabərdir 42'yə. X də bərabərdir 0,5'ə. Qarışıqda neçə qram asetilen var? Bunu tapırıq. Asetilen C2H2'dir. 0,5'i vururam. Asetilen buradakı iddə emer 26'dır. 26'ya vuranda bu da eləyir 13 qram. Cavab 13. Aydınmı? Deməli nə deyir? Etan C2H6, etilen C2H4. İkisi bir yerdə 20 moldu, lap yaxşı. Bunun üzərinə hidrogen gəlir. Buna hidrogen gələndə məlum məsələdir, alkan doymuşdu, hidrogenlə reaksiya girmir. Amma bu getdi C2H6 verdi. Mənə deyir 12 mol hidrogen sərf eləmişəm. Gəlin görək, 12 mol hidrogen sərf eləyəndə neçə mol etilen reaksiyaya girir? Neçə eləyir bu? 12. 12 mol C2H4'ün payıdırsa, 20'dən 12'yi çıxanda 8 mol da C2H6'nın payıdır. Etanın faizini istədiyi üçün ofş olan bir şey həmişə neçə faizdir? 100%. Yəni ümumi qarşığı 100% götürürsən, səndən də etanı istəyir. Yəni 8'ə də x-dir. Bu da nə qədər eləyir? Bu da nə qədər eləyir? 5 dəfə 8, 40. Aydın oldu mu? 14'ü izah elədim, 15'i izah elədim. Keçirəm 16'ya. Neçə dənə sualdır bu? 27 dənə qutararıq indi. Bircə dəqiqə 16. 16'da alkenin yanması deyir. CNH2. Üzərinə gəlirəm 3n/2 O2.
N mol CO2 alınır, N mol da su alınır. Məlum məsələ. İndi mən sizə demişəm ki, bir qrafika baxanda reaksiya girən və alınanları necə tanıyırıq? Girənlər azalır, alınanlar artır. Burada alınanları veribdir. Biri X-ə qalxıb kütləsi, biri isə 220-yə. Deməli, onlar bulardır. Amma hasıdır indi tapacağım. Məlum məsələdir ki, N mol CO2 bu 44-dən eləyir. Bu da ki, su da nə qədər eləyir? Bu da 18-dən. Hası daha çox alınıb CO2. Deməli, burada 220 bunun payıdır. Suya da X verib. N'lər ixtisar gedir. Bununla da bu gedir 5. 5-i də 18-ə vuranda bu da eləyir 90. Aydın oldu mu? Keçirəm indi 17-yə. Davam edirəm digər suala. 17-də nə deyir? Bizə deyir ki, metandan etilendən ibarət. Bax, metandı CH4-dür, bir də etilendi C2H4-dür. Bunun ikisi bir yerdə 4 moldur. İkisi bir yerdə 4 moldur. Bunun üzərinə hidrogen gəlir. Alkan doymuş hidrogenlə getmir. Amma alken gedəcək və 1 mol birləşdirərək doymuş vəziyyətə çevrilir. Mənə deyir ki, 4 mol qaz qarışığının üstünə 4 mol hidrogen əlavə elədim. Amma özü də platin katalizatoru iştirakında. Sizə bir cümlə öyrətmişəm. Üzvü maddələrin özünə hidrogen birləşdirməsi, hidrogen ayırması, su birləşdirməsi, su ayırması həmişə katalizator iştirakında gedir. Aha, deməli 4 mol hidrogen gəlib 5, amma deyir reaksiyadan sonra hidrogenin 2/4-ü artıq qaldı. Bu nə deməkdir? Yəni 1/6 mol hidrogen sərf olundu. Onda özü tənliyin də üstünə sərf olunan yazılır da. Artıq qalanı tənliyin üstə yazasadıyam. Sərf olunan yazılır ki, nə qədər sərf olundu. İndi yazıram ki, 1/6 mol hidrogen sərf olunanda neçə mol etilen xərclənib? Neçə xərclənib? 1/6 mol C2H4. Və bunun ikisi bir yerdə nə qədər idi? 4. 4-ün 1/6-sı budursa 2/4-ü də deməli CH4-dür. Mənə də deyir ilkin qarışıqda metanın həcm payı. İlkin qarışıq onsuz da bu idi da 4 olan. 4-üm 100-dürsə metanı istəyir 2/4-üm də X-dir. Bu da eləyir nə? 60%. Aydındır mı? Bu da belə. Cavab 60%, deməli digəri sizdik. 18-i siz yazırsınız. Keçirəm 19-a. Deməli bizə C2H4 verir, bir də C3H6 verir. Və bizə deyir ki, bunların kütlələrini eyni götür. Baxın, əvvəla özü verib orada. Bu 28 qramdır, bunda MR 42-dir. Bunları eyni kütlədə götür. Bunlara ortaq ədəd 84-dür də, düzdür? Bunu 3-ə vuraram, bunu 2-yə vuraram. Elə bil ikisini də 84-ə gətirdim. Hərəsini 84-ə gətirdim. Aha. Nəysə, deməli mən bu birinci 3-ə, o birisini 2-yə vuranda bunları doğrudan da eyni kütləyə gətirmiş oldum. Lap yaxşı. Mənə deyir, indi bunlar yananda 528 qram CO2 verərsə, ilkin qarışığın kütləsi neçə qramdır? Gəlin belə deyək də. Baxın, bu yananda 3 mol C2H4, 6 mol CO2 verir. Bu yananda 6 mol CO2 verir. Bu 6/44'dür, bu da 6/44'dür. 6'yı 44'ə vur. Yəni birbaşa elə bil 12'yi 44'ə vur. 12'yi 44'ə vuranda 528. Aldım da qutardan. Bax, deyir bunları elə bir kütlədə götürməliydin ki, eyni kütlədə olacaq və yanında da 528 qram CO2. Mən heç o 528-ə əhəmiyyət vermədən məsələmi həll elədim. Dedim bunun kütləsi 28-dir, bu da 42-dir. Ortaq ədəd 84-dür. Birini 3-ə vurdum, birini 2-yə. O deyir 528 qram CO2 alınır. Mən də deyirəm ki, gəlin görək 3 mol bu, 2 mol bu maddə yananda nə qədər CO2 alınır? Baxdım ki, elə bizdə də 528. Tutaq ki, məsəl üçün deyirəm də, orada 528 olmayaydı, 528-in yarısı veriləydi. Onda mən bunları 2 dəfə azaldardım. Bunu 1/5 eləyərdim, bunu 1 eləyərdim. Həm yenə kütlələrin bərabər olardı, həm də ki, o CO2 almış olardım. Amma gördüm ki, ortaq yəni belə deyim də, bunların kütlələrini 84-ə gətirəndə gördüm ki, elə bunlar yanında 528 qram CO2 alınır. Lap yaxşı. İndi 84-ə gətirmişdim də ortaq ədəd. Deməli, etilində 84-dür, propen də 84'dür. Onda ilkin qarışığın oxşu kütləsi neçə eləyir? 168. Cavab 168. 220. Bu sualdan alkanda da, siklo alkanda da izah eləmişəm. Bir daha izah eləyirəm. Yazıb ki, alken. Mənə yazıb ki, S orbitalların sayı 12 dənədir. Sigma rabitənin yaranmasında iştirak edən S orbital. S orbital deyəndə hidrogen nəzərdə tutulur da. Deməli bu C6H12 imiş. Neyim deyir 12 dənə hidrogeni var da. Deməli 12 dənə hidrogen olan alkende C6H12'dir. İndi bu alken molekulunda hidrogen atomlarının ümumi sayı. Hidrogen neçə dənədir? 12 dənə. 12'nin deyir 25%. 12'nin 25% neçə eləyir? 3. Elə? 12'yi 4'ə bölüm 3. Aha. Deməli bu 12'nin 3 dənəsi, qoy bunu silək. Bu 12'nin 3 dənəsi deuterium izotopudur deyir. 1, 2H deuterium izotopudur. Onda 12'dən 3'ü çıxanda nə qədər qalır? 9'u da deməli protium izotopudur. Onsuz da maddələrimizdə olan hidrogen protiumdur. 1, 1H'dır.
Prosto bu deyir, indi bunun 25% deuteriumdur. Onda mən 12-nin 25%-ni tapdım 3. 9-u da protiumdur. İndi bu maddədə olan neytron sayı. Karbonun neçə neytronu var? Orada mörtəzədə verilib. 12-dən 6 çıxanda 6. Buradan neçə dənədir? 3 vur, 2-dən 1 çıxanda 1. 9 vur, 1-dən 1 çıxanda 0. Protiumda neytron yoxdur da onsda. 36-39 eləmirmi? 21-ə keçək. Nə deyir 21-də? Uşaqlar, 221-ci sualda, bax, Toçunun bayaqki sualları oxşuyur. 217-ci, 18-ci suala. Bax, diqqətlə qulaq asın, birini izah edirəm, 22-yi sərbəst yazarsınız. Deməli, yenə bizdə ilkin qaz qarışığını SH4-dən SH6 verir. Aha. Və bizə deyir, bunun ikisi bir yerdə kim oldu? Və bunun üzərinə hidrogen gəldik. Məlum məsələdir ki, alkan doymuşdu deyə hidrogenə reaksiya girmir. SH4 reaksiya girəcək və SH6 verəcək. Və 2 mol maddənin üzərinə elə bir 2 mol qarışığım var idi. 2 mol hidrogen gələndə onda qarışıq nə qədər oldu? 4. Amma reaksiya qutarandan sonra qarışıq olub 3/5. Bu nə demək? Yəni arada 0/5 itki var. Yəni 0/5 sərf olundu. Nə sərf olunub burada? Hidrogen. Çünki qarışıq onsuz da 2 idi. Dururdu orada. Üzərinə 2 mol hidrogeni gələndən sonra oldu 4. Və qarışıq oldu reaksiyadan sonra 3/5. Deməli arada 0/5 sərf olunub da. Deməli bu 0/5 hidrogen reaksiya girdi də. Nə ilə özdə? Etilenlə. Gəlin görək 0/5 mol hidrogen neçə mol etilenlə sərf olunur? Nə qədər eləyir bu? 0/5. Bəs bizə deyir ilkin qaz qarışığında. İlkin qaz qarışığı hansı idi? 2. Yəni SH4-dən SH6 2 vermişdi də. İndi onun 0/5-i əgər SH4-dürsə, 2-dən 0/5-i çıxanda 1/5-i nədir? SH6-dır. Hazırdır. Cavab SH6. Aydın oldu mu? Keçək 23-ə. 23-dən nə deyir? Alifatik karbohidrogendir. Alifatik karbohidrogen bilmirəm də, yazıram CX-H. Mənə bunu verib 0,4 mol. Mənə deyir bunun tam yanma məhsulları 8,8 qram CO2, 0,2 mol da suda. Baxın 8,8 qram nə deməkdir? Aşağıda verib 1 mol CO2 44-dürsə, 8,8-i 44-ə bölündə 0,2 mol CO2 eləyir. 0,2 mol da su. İndi olar mı bunu sadələşdirək? Hər tərəfi 100-ə vuraq, 4-ə bölək. CX-H. Hər tərəfi 100-ə bölsəm, 4, 20, 20. Sonra 4-ə bölsəm, 5 mol CO2, 5 mol da su alınır. Bildiniz də hər tərəfi, baba, hər tərəfini 100-ə vurdum, 4-ü ixtisar apardım. İndi buradan görsənir ki, 5 dənə karbon var, C5. 10 dənə də hidrogen var, deməli bu C5H10-dur. İndi bir şey var da uşaqlar, C5H10 formulu 2 sinifə mənsubdur. Sikloalkana, bir də alkenə. İndi burada hasıdır. Baxın. Burada alifatikdən danışır. Alifatik deyirsə, deməli bu sikloalkan ola bilməz. Deməli alifatik karbohidrogen dediyi üçün burada C5H10-dan gedir söhbət. Yəni alken olaraq danışacağıq. Çünki C5H10 həm də sikloalkanlardadır. Amma o tisiklik daxil. Bu alifatik deyir. Nəysə, indi C5H10-da karbohidrogen molekulunda sp3s rabitələrinin maksimum sayını tapın. Bax, sp3s nə deməkdir? Yəni sp3 karbona birləşən hidrogen sayı. İndi C5H10-u biz necə aça bilərik? Məsələn, bir belə aça bilərik. sp3 s deyəndə, bax sp3 karbonlar bunlardır. Çünki bunlar sp2-dir. sp3 s oldu ki, sp3 karbona birləşən hidrogen sayı. Burada oldu 7 dənə. Başqa nə cür aça bilərik? Məsələn, belə aça bilərik. Elə. Burada neçədir? H, H2, H3. 3'ü burada, 3'ü burada, 2'si burada. Bunlar sp2'dir. Baxma buraya. Aha, penten 1 açdım, penten 2 şəklində açdım. Burada da 3, 3, 2, bu eləyir 8. Amma bu maksimum sayı deyir. Gəlin görək başqa açılış versiyası var mı? Belə açsaq olar mı? Olar. Aha, bu da bir izomeridir. Burada neçədir? 4'ü burada. Yox. 5'i burada, 3'ü burada. Burada da 8'dir. 8 olur, elə ən çox. Deməli, başqa cür versiyada belə aça bilərik. 2 qatı ortaya salaq. Radikalları belə eləyək. Hə, əla. Bax, burada 9 dənə oldu. Buna bax. Bu karbon sp3'dür. Bu karbon sp3'dür. Bu karbon sp3'dür. sp3 karbona birləşən hidrogen 3 dənə. Burada 3 dənə, burada 3 dənə. Elədi 9 dənə. Ən çox 9 çıxdı. Yəni, onsa başqa formada da yazanmazsan sən bunu. Maksimum sayını istədiyi üçün söhbət 9-dan gedir. Aydın oldu mu? Sonra, deməli, 25-ci suala baxırıq. 25-ci sualda 225-dən 21-dəndir, eynisi. Baxın, yenə SH4 verib, SH4, bir də SH6 verib. Və bizə deyir ki, bu ikisi bir yerdə kim oldu, lap yaxşı.
2 moldu və üzərinə hidrogen gəlib. Bu hidrogen gələndə CH6-ya çevrilir. Amma bu hidrogenlə reaksiya girmir. Mənə deyir ki, başda qarışıq 2 idi. Üzərinə 2 molda hidrogen gələndə qarışıq oldu obşu 4. Reaksiyadan sonra qarışıq 2,5-ə düşüb. Onda belə çıxır ki, arada 1,5 itki var. Yəni sərf olunan var. Deməli, burada da sərf olunan hidrogendir. Gəlin görək 1,5 mol hidrogen sərf olunanda nə qədər etilen xərcləmişəm? Nə qədər xərcləmişəm? 1,5. Əgər bu 1,5-dirsə, onda bu nə qədərdir? 0,5. Niyə? Çünki obşu 2 idi. Bu məndən nə istəyir indi? İlkin qaz qarışığında etanın həcm payını faizlə tapın. İlkin qaz qarışığında etanın həcm payını faizlə tapın. Heç nə, ilkin qarışıq 2 idi. 2 100-dürsə və ilkin qarışıqda etan nə qədərdir? 0,5. Bu da x. Bu da eləyir 25%-dir də. Aydın oldu mu? Belə. Sonra 26-da. Nə deyir 26-da? Baxın, 26-da x-in üstə H xlor gəlib, y qalıb. Y-in üstə natrium gəlib, Z alıb. Bax, deməli bu nəyə bənzəyir bu tənlik? Baxanda nə görürsünüz burada? Birinci Markovnikov, ikinci Vürstöy mü? Bəli. Deməli burada Z alkandır. Çünki Vürs reaksiyasından alkan alınır. Alkanda CNH2-nin üstə gəl 2-də. Bunlarda hibridin düsturu 4N-dir. 4N 24-dürsə, N eləyir 6. 4N 24-dürsə, N eləyir 6. Deməli, buradan alınır C6H14 alkanı. Deməli, bunun burası C3H7 xlor imiş. Ki, bunun üstünə natrium gələndə Vürs reaksiyasından natri xloru götürüb C3H7 öz-özündən kopyalanıb. İndi nəyin üstünə H xlor gələndə bax bu alınır. Deməli, bu imiş. Bax, bu imiş. Bunun üstünə H xlor gələndə bu maddeyi alıb. Hidrogeni çox olan tərəfə, xloru da az olan tərəfə birləşdirib. Başa düşdünüzmü? İndi mənə deyir ki, Z maddəsinin molekulunda 24 hibrid. Bu heç bunu tapdım ki, bu C6H14-dür. X alkeninin molekulu. Mən X alkenini onsuz tapdım. İndi burada sp3 hibrid orbitalın sayı. Bax, bu karbonlar 2 qatdır deyə, bunlar sp2-dir. Bu karbon nədir? Tək qatdır deyə sp3. Bir dənə sp3 var, bir sp3-ün yaranmasında da 4 hibrid iştirak edir. Ona görə 1-ə C variantı uyğundur. Sigma rabitənin sayı. Bu maddəni yığsaq nə alınır? C3H6. C3H6 bu alkenda, yəni yığmışam da bunu. Alkendir. Alken alfatikdir. Alfatiklərdə sigma rabitə ümumi atom sayından bir vahid əksikdir. 3-ün üstə 6 gəndə 9, 1 əksik 8. Y variantı. Üçüncüdə birli karbon. Uşaqlar bax, bu maddədə birli karbon hansıdır? Əlbəttə ki, bu ucdakılar. Ortadakı ikilidir, çünki 2 karbona birləşib. 2 dənə birli karbonu var, B variantı. Cavab 1C, 2Y, 3B. Deməli, bugünkü testimizin izahı bu qədər. 27 də uşaqlar 26-dandır. Bunu üzrə sərbəst özünüz yazırsınız. 27-də də nə deyir ki, qeyri-hibrid deyirsə, qeyri-hibrid yazıb X alkenində. Bax, istəyirsiniz, lap başa salım. Bax, alken deyirsə CNH2 döyüm. İndi siz özü dilinlə deyir ki, X alkenində, molekulunda kimyəvi rabitənin əmələ gəlməsində cəmi 8 qeyri-hibrid iştirak edir. Bu dilinlə deyir ki, X alkendir və qeyri-hibridi 8 dənədir. İndi gədə alkenda qeyri-hibridin düsturunu çıxart. Siz bilirsiniz ki, alkenda 2 dənə karbon sp2-dir. Bir sp2-də bir qeyri-hibrid varsa, ikisində 2 dənədir. sp3 karbonlarda qeyri-hibrid yoxdur. Hər hidrogenda bir qeyri-hibriddir. Onda bunu 8-ə bərabər eləyəndə N eləyir 3. Deməli, bizim alkenimiz C3H6, yəni propendir. Elə, bunu yazdım. Aha, indi bunun üzərinə H-brom gələndə buna nə verir? Markovnikovla hidrogen çox olan tərəfə, halogen hidrogen az olan tərəfə. Sonra üstünə natrium gələndə, deməli CH3, CH, CH3. İndi bunu kopyalayırlar. Vürs reaksiyası da bu. Bu halogeni götürürsən, halogen H tərəfdədirsə, oradan kopyalanma olur. Bax belə. İndi burada Z maddəsinin molekulu üçün uyğunluğu müəyyən edin. İkili karbonlar. Burada ikili karbon görmürəm mən. Bax, bunlar üçlüdür. Kənardakılar da birlidir. Onda 1-ə uyğundur B variantı. İkili yoxdur burada. CH sigma rabitəsi nədir? Karbona birləşən hidrogen. Bu C6H14-dür də. CH arası 14 dənədir. 2-yə D variantı uyğundur. 3-də. Üçlü karbonlar da bunlardır da 2 dənə. Y variantı. Aydın oldu mu? 1-ə B, 2-yə D, 3-ə Y. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti videomuzun izahında görüşənədək. Sağ olun.